Demək, keçək burada nədir? Burada İlham Əliyevə qarşı zərbələr davam eləyir. Bu günləri Əli Kərimlinin video konferansdan Avropadakı iclasa qatılması, üstəlik də BMT-nin, Avropanın İlham Əliyevə qarşı sərt qərarları çox önemlidir və dəyərli həmvətənlərim, əlbəttə ki, dostlar, qardaşlar, İlham Əliyevə zərbələr dəyir. Bilirsinizmi, Xalq Cəbhəsindən Əli Kərimdən istifadə eləyərək İlham Əliyevə zərbə vurmaq istəyirlər. Yəni, müxalifətdən istifadə eləyir. İstəyir Mirzəli olsun, istəyir Qabil, istəyir Vidadi İskəndərli. Bütün hallarda İlham Əliyevə zərbə vurmaq istəyirlər. Bunun da məqsədi nədir, deyim sizə. Birinci məqsəd, əsas məqsəd İlham Əliyevin kitabı bağlanır. İkinci məqsəd nədir? Bu işbazlar da hər zaman dünyanın hər yerində olur. İkinci məqsəd odur ki, İlham Əliyev hər zaman Avropanın parlamentarlərini, bütün məmurlarını yedizdirirdi. İndi çoxdandan yedizdirmir və bunları yedizdirmədikcə arı kimi daraşırlar üstünə, məcbur olacaqlar. Dəyərli həmvətənlərim, gedək. Hüquq müdafiəçiləri Beynəlxalq Hakimlər Assosiasiyası Azərbaycandakı vəziyyətlə bağlı addım atmağa çağırıbdır dünyanı. Oktyabrın 12-sində Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işinə başlayıb. Dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə, hakimlər, vəkillər, hökumət rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri və tanınmış hüquqşünas ekspertlər iştirak edibdir. Oktyabrın 17-sində davam edəcək Assambleya çərçivəsində oktyabrın 17-sinə də, yəni bu biraz köhnə olsa da, yəni qərar indi açıqlanıbdır. Hər nəysə, bunu çox uzun-uzadı oxumaq istəmirəm. Nəysə, heç də İlham Əliyevin ürəyincə olan bir şey deyil. 70-dən çox ölkənin hüquqşünasları Azərbaycana diqqətin yönəlməsi, Azərbaycandakı repressiyalara diqqətin yönəldilməsinə deməli, dünya ictimaiyyətini çağırıbdır. Təşkilatlar bildiriblər ki, BMT, Avropa Şurası və yerli vətəndaş cəmiyyəti qurumlarının hesabına Azərbaycan məhkəmə təqibləri, işgəncələr, siyasi ittihamlar və ədalətli məhkəmə hüququnun pozulması halları sistematik şəkildə sənədləşdirilibdir. Yerli hüquq müdafiəçiləri məlumat. Yəni, dəyərli həmvətənlərim, bütün hallarda 392 nəfər siyasi məhbusdan yazırlar, Avropa İnsan Haqları qurumları, nələr, daha nələr. Yəni, İlham Əliyevə zərbə vurmağa çalışırlar və müəyyən vaxtlarda da kifayət qədər buna nail olurlar. İndi bilirsiniz nə tərdir? Xüsusilə bu beynəlxalq hüquq müdafiəçiləri, beynəlxalq araşdırmaçılar, beynəlxalq institutlar, beynəlxalq təşkilatlar indi İlham Əliyevə döyürlər ki, yəni bilirlər ki, İlham Əliyev hardansa bir, necə deyə, eşidiblər, bilirlər ki, İlham Əliyevin ömrü çox az qalıbdır. Yəni, sabah biz danışdıq, sabah biz İlham Əliyevin korrupsiyasına şərik deyildik, biz də İlham Əliyevə qarşı hər şeyi ortaya qoyurduq, danışırdıq, deyirdik. Bu görüntü yaratmaq üçün, dəyərli həmvətənlərim, deməli, dəyərli soda, burada bir maraqlı məqam var. Yəni, Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edildiyi barədə 4 aylıq ev həbsi qərarı çıxarıldığı bildirilir. Ramiz Mehdiyevdən bağlı belə bir qərar verildiyi deyilir daha doğrusu. İnşallah indi görərik, buna da toxunarıq birazdan az sonra. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, yayımızı bəyənin, paylaşın, auditoriyamızı geniş eləyin. Gözəl xəbərlərlə sizin xidmətinizdə mən Qabil Türkoğlu. Deməli, dostlar, qardaşlar, deməli, baxa burada xəbərlərə. Baxa xəbərlərə, dostlar. Bakıda təsəvvür eləyin ki, ayına Nizami rayonu İmaməddin Nəsimi küçəsi 37 ünvanında baş veribdir. Ərazidə mənzil kommunal istismar sahəsi üçün ambar tikilir. Ambar tikildiyi deyilsə də iddialara görə bu ambar deyil, burada qarajlar tikilir satılması üçün və ağacı görün, baxın. Ağacı, divarın içində ağacı örüblər. Baxın, siz Allah, belə şey ancaq Azərbaycanda görə bilərsiniz. Baba, divar tikiblər, mənzil kommunal idarəsi
deməli qarajlar tikir, özləri üçün, satmaq üçün, hər nə üçünsə. Bax, ağacı görün nə təri örüyün içinə salıblar. Belə mozalan şeylər ancaq Azərbaycanda olur, belə kanalar. Deməli, dəyərlənmədənən burada, məsələn, burada nədən söhbət gedirdi dostlar? Dostlar, qardaşlar, yayımızı beğenin, paylaşın. Bir de bura baxaq. Japon dondurma brendi Akagi Nyugyo son 25 ildə ilk dəfə qiymətləri qaldırmağa məcbur olur və elə bu səbəbdən belə bir üzür videosu yayımlayırlar. İcraçı direktorun və digər 99 əməkdaşın olduğu bir dəqiqəlik videoda dondurmaların qiymətini 60 yerdən 70 yenə qaldırdıqlarını qeyd edirlər. Yəni bizim pulla cəmi 11 qəpik. Videoda 100 şirkət təmsilçisi bu qiymət artımına məcbur qaldıqları üçün baş əyərək insanlardan üzr istəyirlər. Və Japonlar nəzakəti ilə növbəti dəfə bizi şoka salır. Allah bu istər Yahudisi olsun, istər Hristiyanı, istər bu müsəlmanı olsun. Vallah, billah deyirəm, bu dinsiz Japonlar bu həyatda bizə bir örnəkdir. Allahsız, dinsiz Japonlar bir örnəkdir bizə. Təsəvvür edin ki, Avropada çox ölkələr var ki, Almaniyada müəyyən örnəklər götürürlər Yaponiyadan, təhsildə və səhiyyədə, başqa şeylərdə. Fikir verin ki, 11-cə qəpik məcbur qalıblar. 25 ildən sonra bir dənə dondurmanın qiymətini qaldırıblar. 11 qəpik qaldırıblar. O da bax, belə hamısı şirkət müdürü başlamaqdan baş əyiblər ki, yəni biraz mümkün deyil bunu qaldırmasaq. 11 qəpik. Təsəvvür edirsiniz. Bəziləri də mən müsəlmanam. Biri bəyəklərin mətanət nədir, nə bilim, mən bir videonu paylaşıb, o dinə qarşı danışıram. Bir-iki nəfər də altından yazıbdır. Dinçi olub neynəmsən? Akının balası. Dinçi olub neynəmsən? Ya hökumətə tutamsən, ya da xalqı kakalayıb xalqı soymaqdan başqa neynəmsən? Bax, dinçi olub neynəmsən? Mən də müsəlmanam. Dinçi başqa şeydir. Dinçi odur ki, o necə deyərlər, onlar kamikadze edirlər ya da kamikadze canlı bomba olmağa hazırlaşırlar. Neynəmsən sən? Dinçi olma. Yəni, dəyərli vətənlərim, vallah da, billah da, Yaponiya artıq dünya Avropaya baxır, Avropa da Yaponiyaya baxır. İnanın Allaha, doğru deyirəm. Dünya Avropaya baxır, Avropada dəyərli soydaşlarım baxır Yaponiyaya. Polis qəza törətdi, dostlar, bu günləri bildiniz ki, siz. Polis qəza törətdi, polis, dostlar, doğrudan da bunu mən verməliydim burada. Sadəcə Musa paylaşmışdı, mən istəyirdim. Bircə dəqiqə Musa bəyin, bircə dəqiqə Musa bəyin mən səhifəsindən göstərmək istəyirdim sizə. Dəyərli vətənlərim, inşallah göstərərəm, bir səbirli olun. Bir səbirli olun, yayımı bəyənin, paylaşın. Bugün gündəmdəki olan bəzi məsələlər var ki, sizi ilgiləndirən, sizin narahat eləyən, xüsusilə o məsələlərə dedim bir balaca yer ayırım. Çünki çoxdandan da yer ayırmırıq. Çoxdandan da yer ayırmırdıq. İndi maşallah imkan var, baxaq. Da buna, siz Allah buna baxın, boy. Allah göstərməsin bu Erdoğanı. Nə gündə də bu, nə gündə də bu. Bax. Bax, deməli, bu polislər qəza eləyib, baxaq. Nereden girdi kaynağında? Bakın hadi. Danıştığında hemen danışıyor. Çeşirim bu. Baxın. Deməli, burada nə baş verir? İzah edeyim də. Bərdənin 2 dənə yol polisi maşını bir-birinə girirlər. Burada bir variantda məlumat aldıq ki, bunlar abeddə yeyib içiblər, yazaqdır da abeddə, yeyib içiblər moşnu.
Havalar da biraz soyuqda bilirsiniz, xaçlanaraq yaxşı gedir. Yeyib içiblər, yarış qurublar, bir-birinə toqquşublar. Başqa birisi dedi, yox Qabil dedi. Bunlar dedi, bu polislər bir-birini dedi, biri radar qoyurlar da, birisi bu çolun zadın içində maşınları gəlir, çolun çosun içində radar qoyurlar. Dedi, biri gəlib içiblər, düzdür, yeyib içiblər, biri gəlib radar qoymağa çolun dalında. O birisi də içkili halda zorla gəlib, o da ora girib o çolun içinə radar qoymaq istəyirmiş və orada toqquşublar. Hər neysə, bütün hallarda gör vəziyyət nə günə düşüb ki, gör nə hala gəlib ki, 2 dənə yol patrul maşını, baxın, kənd yolunda, bombalən boş yolda 2 dənə polis maşını bir-birinə girir. Kül bunların başına. Bunların ağası gülüm olanın başına külüm olar. Vilayət Eyvazov kimi Ramil Usubovun dalından basa-basa düşünə görə nazir olan adamın belə də polisləri olmalı da. Baxın dostlar, dəyərli həmvətənlər, baxın. Dəyərli soydaşlarım, baxın. Bu arada 5 dənə polis bir qızı soydu. 5 polis bir körpə qızı soydu. Bunu sabah danışacağım, hansı rayonda olub, harda olub, necə gizlədirlər, mən onu açıqlayacağım. Sabahları 5 polisin bir qızı faktlarla, subutlarla hamısını qoyacağım. Hansı efirdə? Birinci yayımlayacağım Qabil Mediada. Baxarsınız siz orada. Deməli, dəyərli soydaşlarım, buna baxın siz hələ. Hələ buna baxın, hələ. Bir ay ərzində Azərbaycanda işləyənlərin sayı 4000-ə yaxın azalıb. Baxın, bir ay ərzində. Hələ bu hökumətin rəsmi xəbəridir. Yəni, işləyənlərin sayı var, işləyənlər. İşə girənlər demirəm, girən çıxan o boş şeydir. O statistika tutaq ki, qalsın yerində. Amma girən çıxan fərq eləmir. 4000 nəfər işləyən adamın sayı azalıbdır. Statistikada. Və bu nədir? İlham Əliyev çıxır hər dəfə. Heç olmasa hökumətin statistikası belə görürük ki, 100 min, 50 min, 40 min, nə bilim, 10 min, 4 min azala gedir də işləyənlərin sayı. Sokarı hamısını tökdülər çölə, yerdə qalanların da dərəcəsini aşağı saldılar. 1000 manat maaş alan indi 650 manat maaş alır. Dünənləri baxdım, Seymur həzə danışır, amma doğru bilmir, doğru danışmır. 2 qat hərbiçilərin maaşını endirdilər. Sonra bəzi bölgələrdə 50% qaldırdılar. Yəni, elə bir ki, 1000 manat alan adamın maaşını 500-ə indiriblər. Sonra bəzi bölgələrdə 1000 manat eləmədilər, amma 750 elədilər. Yəni, 50%. Yəni, amma bunu Seymur həzi bilmirdi, doğru dürüst. Mən burada bilirəm, hərbiçiyəm mən. Və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bu rəsmi xəbərdir ki, Azərbaycanda rəsmi statistikaya əsasən 2025-ci ilin sentyabrın 1-nə olan vəziyyətə görə ölkə iqtisadiyyatında muzla çalışanların ümumi sayı 1.764.900 nəfər təşkil edibdir. Komitənin əvvəlki aya aid hesabatına görə 1.768.400 nəfər idi. Bu o deməkdir ki, deməli, dəyərli həmvətənlərin 4000 nəfər Dövlət Statistika Komitəsi açıqlaması göstərir ki, ilin əvvəlindən muzla işləyənlərin sayı ilin əvvəlindən təqribən 14.000 azalma var. Biri var ayda 4000, bir də var ilin əvvəlindən bəri 14.000. Dəyərli həmvətənlərim, görün, doğrudan da hər neysə. Tozda faciə yaşandı, həyatını itirənlər var. Görək bunun nə məsələdir. Buna bir dənə baxsaq yaxşı olar. Bir dənə baxaq. Buna tez baxaq. Deməli, Tozda bədbəxt hadisə baş veribdir. Aşağı Quşçu kəndində qeydə alınıb hadisə. Belə ki, rayon sakini qatar yoluna çıxıbdır və hadisə qaçılmaz olubdur. Məsələ ilə bağlı Azərbaycan Dövlət Mətbuat Xidmətinin məlumatına görə 19:30 radələrində Kovlar Tovuz sahəsində hərəkətdə olarkən
qatarın qarşısına qəfil insan çıxdı və aldığı deyilmir. Yəqin ki, faciə baş verir deyirlərsə, sadəcə gizlədirlər. Hay o priyezdlərin ətrafında, priyezdlərin, məsələn, Dondarqo, elə bu hadisə olan yerdə 5 dənə 150-200 metrə çərçivədə radiusda 5 dənə olacaqsa, disko bar olacaqsa, nə o belə yeməkxana çəkilmiş tutarağından heç bir sertifikat, heç bir razılıq olmadan hər bir stalov açıb, polis rəisinə rüşvət verərək, icra başına rüşvət verərək açıb, orada o, əlbəttə ki, orada hallananlar olacaq, əlbəttə ki, orada narkomanlar olacaq, əlbəttə ki, orada piyaniskalıq olacaq, əlbəttə ki, orada da elə yolu belə keçəndə qatar basıb xışlayacaq, əlbəttə ki. Hər neysə deyələmədən görürsünüz də oradan da acınacaqlı vəziyyətdir. Azərbaycan yiyəsiz bir ölkədir Azərbaycan. Azərbaycanın anası ağlar qalıbdır. Hə, deməli dostlar, qardaşlar, burada məsələn bir dənə də sizə bir video göstərim. Erdoğanla. Erdoğan bir bazar sumkası boyda sumka hərləyən yanında bir tərcümə hərləyir. O da yıxılırmış. Gəlin baxaq, doğrudan da baxın, Trump Erdoğandan bəlkə də bir 10 yaş böyükdür, 10 yaş böyük. Amma baxın, görün adam, baxın, deyələmədənən, harada deyir, durum deyir, elə orada dur. Sonra deyir, əlini qaldır, əlindən qaldırır, əlini qaldırır. Sonra Trump poz verdi, əlini saldı. Hələ Erdoğan elə qalıb, əli baş parmağı elə qalıb Erdoğanı. Görsün nə günə düşübdü. İndi tərcüməçi tərcümə eləyir. Bu boyda ingilislərə, necə deyərlər, uşaqlıq eləyən Erdoğan 2 cümlə ingilis dilində öyrənmədi. Hər neysə, tərcümə eləyir. Bu tərcümə eləyir. Və sonra deyir, get da get. Bu bazar sumkalı, bu ərəb də var yanında, o tərcümə çərləyir. Bu da gör nəyə oxşuyur. Ya da yıxılacaq indi, o yıxılır, yerişini yeriyə bilmir. Nədə, bin biabırçılıq. Heç nədə Trump Erdoğanı yolur. Erdoğan da düşüb bu Orta Asiya, Azərbaycan, bu 5-6 dənə müsəlman ölkələrin üstünə. Erdoğan da bunları kakalamaqla məşğuldur. Minənə. Baxaq. Mən də vergi alıram. Mən də pensiyon fonda pul götürürəm. Həmən bilmirik, onlar götürür, yoxsa götürmür. Hələ o sual altındadır. Ola bizim ki, o hansısa bir məmurundur. Mənim kimi, bax, mənim maşına bax. Mənim kimi kasıbın, yetimin maşını belə olar. Gəl gedək. Mənim də vergiyə ödədiyim, 26 ildə ödədiyim pula baxın. O həmən o bakubusların da puluna baxın. Böyle kim pul ödəyib bu dövlətə? Zorluğa daxil olan kimi avtomatiki 100 manat gəlib. Mənim oğlum şəxsən Hyundai sürür, iri tutumlu maşında özdə. Dünənləri 200 manat 4 bal gəlib. Görürsünüz deyələn, xalqın hər yerdən çörəyin kəsirlər, hər yerdən. Mən almışam, bunu niyə alıram? 100 manat adamda pul verirəm. Niyə verirəm? Hansı bir quruma razılaşmısınız? Hansı grup? Bak bizim gördüğümüz demirsiniz. Siz Azerbaycan'da siz de bunu alıp Ona üzünün yağına bax. Yox, 650 manatla cərimə ödəmişəm. Sənəd almışam, hər şey eləmişəm. Mən avtobus xəttində niyə çəkirlər? Ya idarəyə çağırırlar ki, bura gəl. Səbəb odur, səbəbi deyən yox. 4 gün içində 400 manat mənə cərimə gəlir. Oy, bu da bir şey Allah başa dönmüşəm. Gedirəm Sumqayıta, Sumqayıt cərimə çəkir. Aynen. Biz tələbə daşıyırıq. Qardaş, biz baş şortadan nə daşımırıq? Tələbə daşıyırıq. Tələbə vaxtında biz o xəttə girməsək, biz vaxtında çata bilmirik. Gir yox, xəttə 100 manat 4 bal çəkir. O fayda aparıb gətirmir. Hansısa şirkətlə müqavilə bağlayıblar. Həmən şirkətin Görürsünüz dəyərli həmvətənlərim, cəmaatın çörəyini necə kəsirlər. Dəhşətdir, çox doğrudan da dəhşətdir. Azərbaycanda məhv olub gedib Azərbaycan. Altmış qəpiyi nəzərə alıb onu qaldırırlarsa, en azından Abrahayanı da nəzərə alsınlar ki, bir marşruta kişi, qadın bilinmir, hamı bir-birinə yapışır. Biabırçılıqdır, doğrudan da biabırçılıqdır.
biz bu 119'a səhər də belə gəlirik, axşam da belə gəlirik. Yarım saat biz marşrut gözləyik. Yəni 70 nəfərdir, amma 70 yığılmır. Hardasa patoloqa 100-150 nəfər bəlkə orada adam yığılır. Orada dururlar, gəlmirlər. Bilə-bilə gözləyirlər hamının işdən, dərsdən çıxan saatı olsun, hamını yığırlar bura. Şoferlə hamı dava edir. Sıxlıqla gedirik, gəlirik. Kişilər qadın təpəsinə çıxır. Hörmət yox, mədəniyyət yox. Sürmək olar ora. Canımızı dərdinə bir vaxtlıq maşınlara minib getmək məcbur qalır. Hamı bir-birinə kərkinir. Cəmaat minə bilmir, yerdə qalır. Hamı bir-birinə kərkinə gedir. Belə ölkə olar, belə dəhşətdir. Azərbaycan yarısı yığışıb Bakıya. Dəhşətdir, doğrudan da biabırçılıqdır. Hələ bir bunlara baxın. İnsanlar ölkədəki vəziyyəti bilə-bilə cəmaət burada qırılır. Bunlar Azərbaycan xanımını yardım etdiyinə görə saxlayıblar 5 nəfər kişi. Baxın. Bax bu maşının nömrəsi. 5 nəfər polis işçisi yalandan məni şəhərləyirlər bayaqdan. Yalan danışırlar utanmadan. Baxın ay millət. Hamı da bunu görür. Bakın bu insanları yadınızda saklayın ki bunlar kimdir? Bunları yadınızda saklayın. Ben oraya protokolu ver kararım. Sizin onsuz da protokol məhkəməyə gedəcək. Sizin elədiyiniz şərfatanı mənim yanımdaki 12 Və vilayət Eyvazovun arvadına kim alsın? Polis Nazirimiz Vilayet Eyvazov sizlere üzümü tutuyla ve baş prokurorumuz. Bizim Bərdə rayonundan bir şəhid atamız var, Buqar ata, şəhid atası. Və Şəmkirə şəhid il dönümünə gedildi və 3-4 qazilərlə bir yerdə. Və Şəmkir rayonunun post qayısında bəzi polislər rütbəsi etrafdan tutmuş kaptana kimi şəhid atası Buqar qardaşa hegemonluq ediblər. Birbaşa şəhid Şəmkir postu. Şəmkirin Şəmkirdə qayıb postunda. Şəmkir postunda savaq işləyən polislərin ən balaca serjantından tutun, ən böyüyü kimdirsə o postun hamısını ailəlikcə axtalayıb deport eləyəcəyəm. Yəni, ya da hansısa bir prezident mən olmasam belə bunu tələb eləyəcəyəm. O post cəmaata qan uddurur Şəmkir postu. Və şəhid atasına hegemonluq ediblər və şəhid atasını əl-qol atıblar, paltarlarını zırıblar, şəhid atasının günlə boyda hegemonluq budur, bax buna deyirlər hegemonluq. Həmən gün şəhid atası Şəmkirə şəhidimizin il dönümünə gedirdi. Dəyərli soydaşlarım, görürsünüz dərəcəsinə baxın. Ermənistanda da səhv eləmirəmsə bura. Bax, polislərə uşaqlar belə su atır. Azərbaycan polisinə belə eləmək olarmı? Azərbaycan polisinin anası erməni polisinə bax. Dəyərli soydaşlarım, görürsünüz erməni polisini necə suya basırlar uşaqlar, amma Azərbaycan polisini belə eləmək olarmı? Azərbaycan polisinin arvadını, anasını, bayışını çimizdirib eləyirlər. Amma necə eləyirlər, onu İlham Əliyev, onun rəisləri daha gözəl bilir. Avropa Məhkəməsi Azərbaycanda cəsus proqramı ilə izlənən 59 nəfərin işi üzrə deməli, kommunikasiyaya başlayıbdır. Yəni, burada nədir, məsələ nədir? Burada çox uzatmaq istəmirəm, bu uzun-uzadı bunu oxumaq istəmirəm. Sadəcə qısaca olaraq deyirəm ki, deməli, o vaxtı Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan olan jurnalist və ictimai fəallara Pegasus cəsus proqramı ilə bağlı şikayətləri var idi. Müəyyən qurumlara, əsas da Avropa İnsan Haqları qurumlarına ki, jurnalistləri, fəalların Pegasus proqramları izləyiblər İsrailin Pegasus'undan. Və sonra bir ara baxılmamışdı, pərdə arxasına salınmışdı.
Yəqin ki, İlham Əliyev pul vermişdi, baxılmamışdı. İndi isə İlham Əliyev Avropanı, Amerikanı yaxşı yemləyə bilmədiyinə görə İngiltərəni, ona görə artıq yeni bağlanmış hadisələr, cinayətlər də yenidən açılır. O cümlədən Pegasus siyasi fəalları izləmə, Pegasus cəsus proqramı ilə bağlı yenidən qaldırıldı bu işlər. Yenidən qaldırıldı. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım,